Bu kənddə hamı bu ailəni yaxşı tanıyır. Onların evini tanımadıqları hər kəsə nişan verirlər ki, bəlkə kiminsə necəsə onlara kömək edəyir. Ürək ağrısı ilə haqlarında danışılan Mirzəyevlər ailəsi İsmayıllı rayonunun ən gözəl təbiəti olan kəndlərindən birində, Namazgah kəndində əziyyətlə, ağrı acıyla yaşayır. Narahat, ora-bura vurnuxan, yatağa məhkum ərinə, xəstə övladına, uçub sökülən evinə baxıb göz yaşı tökən Lətifə deyir ki, əgər buna yaşayış demək olarsa, hələ ki yaşayırlar. Bu ikinci dəfə, ikinci ayağını kəsəndə, elə ki, kəndin cəmatı kömək eləyir bizə. Kəndin cəmatı pul yığıblar, veriblər aparıb bizə əməliyyat elətdiyini bilirlər. 51 yaşlı Allahverdi Mirzəyev deyir ki, yatağa düşəndən kənd cəmatından başqa onlarla maraqlanan olmayıb. Kim var vallahi heç kim Allah qan. 4-8 aydır burada yatmışam bir dənə həkim gəlib bir gedir xəstələnir. Həkimə getmək üçün Budaq kəndinin keçilməz yollarından keçib nəinki Bakıya, rayon mərkəzinə getmək ailə üçün həm maddi, həm də mənəvi baxımdan böyük məşəqqətdir. Evimiz də bax qəzalı vəziyyətdədir, dağılıb gedir. Oradakı xəstə adam, yəni elə bir şərait lazımdır ki, o özünü müdafiə eləyə bilsin. Lətifə həm uçmaq təhlükəsi altında olan evi, həm də sosial yardım alınması ilə bağlı yerli icra hakimiyyətinə dəfələrlə müraciət etdiyini deyir. Elə ki, anlattım bir Mehriban xanımın bundan düşüm, amma ki, imkansızlıq görürsünüz də o elə, bu uşağı, yəni heç kimin yanında dayanmır, özünü müdafiə eləyə bilmir.